gündüz bərabərliyi günü günorta vaxtı 80 dərəcə bucaq altında düşdüyü şimal və cənub yarımkürələrində yerləşən məntəqələr arasındakı ən qısa məsafə 1 bölünsün 30 milyon miqyaslı xəritədə neçə santimetr olar? Burada ilk öncə diqqət eləməliyəm ki, yaz gecə gündüz bərabərliyi günü hansı tarixdir? 21 mart tarixidir. 21 mart tarixində Günəş ekvator üzərində zenitdə olacaq. Yəni ekvatora 90 dərəcə bucaqla düşəcək, düz bucaqla. Əgər ekvatora 90 dərəcə bucaqla düşəcəksə Günəş şüaları, bu zaman 80 dərəcə bucaq altında düşdüyü şimal və cənub məntəqələri əlbəttə ki, ekvatordan 10 dərəcə aralıda olmalıdır. Yəni 10 dərəcə aralı məsafədə. Bu da 10 şimal enliyi və 10 dərəcə cənub enlikləridir. Şimal və cənub yarımkürələrində yerləşən bu məntəqələr, yəni 10 cənub və 10 şimal arasındakı ən qısa məsafə. Bunların arasında 20 dərəcə məsafə olduğunu bilirəm və meridian üzəri ilə getdiyim üçün 20 dərəcəmizi 111 kilometrə vururuq. Bu da eləyər 2220 kilometr. Daha sonra deyir ki, 1 bölünsün 30 milyon miqyaslı xəritədə bu məsafə neçə santimetr edər? Biz düsturumuzdan istifadə edirik. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Miqyası əgər çevirsək, burada 5 sıfır atsaq, 1 santimetrimizə, yəni xəritədəki məsafəmiz olacaq, daha doğrusu miqyasımız olacaq 1 santimetrə 300 kilometr. Artıq M-i tapdıq burada. Bizə həqiqi məsafə verilib 2220 kilometr. Bizdən isə xəritədəki məsafəni soruşur. Deməli, komponentləri yerinə qoyaraq tapırıq. 2220 kilometr bərabərdir. Xəritədəki məsafəni bilmirik. Vururuq miqyasımıza 300 kilometrə. Burada çevirsəm 300 xm bərabərdir 2220 kilometr. Xəritədəki məsafəmiz də bərabərdir. 2220 kilometri 300-ə bölsək, cavab edəcək 7,4 santimetr.